Qadın oturub evdə başlarına Quran oxuyur. Gülzar nənə, abi neçə yaşı var bunların dediniz? Oğlunun mən elə bir rəhmətli mən qaynatamın Aha. atasından qalıb. Vay vay vay. Bəli. Bunda bir 200 yaş eləyir də. Bunu açıb bağlamaq. Hə. Burada Özə bir əl işi də elədir ki, bir taxtadan hazırlanır. bir də şəbəkə yoxdur. Ha. Bax, bunlar içəri girmə deyil. Birbaşa yolunmadı. Bu da maraqlıdır ki, Gülzar nənə deyir, buna baxanlar başa düşmür ki, bu hansı konstruksiya ilə hazırlanıbdır. Hazırlanıbdır. Çünki keçmə məsələsi. Bu nədir daraq? O Bu xalça taraf toxuyanlar rəhmətli qaynanın xalça toxu ilə. Ayda. Adlı sanlı arvad olur. Onun Adı nə olub? Taybat. Taybat. Hədisi var Taybat. Hə. Nəsil yoldaşım Osmanov olur. İndi onu o daraq deyirlər ona. Elə bil o ipləri keçirir. İymə. İymədən sonra kəsəndən sonra ondan döyüb elə bir naxış əmələ gətirir. Ona deyirlər daraq. Xalça darağı. Bildim. Bax, bu kənddə onun kimi xalça toxuyan olmur. İki bacı olurdular. Bir rəhmətli qaynanan, bir də Saybat deyən bacısı. Sonra qızları da bilirdi. Böyle qızları da köçəndən eləyəndən sonra ənənəni saxlayıblar da, yedi biz körnəni. Baldızlarını da bacarır toxumaq. İndi də ondan qalan yadigardır. İndi soy yerdə toxuyurlar. Bir orada qalır. Aşağıda var xalçalarımdan, qaynanamdan. Qalan var, ha? Xalçalar durur aşağıda, yüzdədir. Maşallah. Qəşəng naxışdır. Özdə rəngində bütün təbii otlardan, qabıqlardan, soğandan, elə şeydən təbii rənglər alıblar. İplərə. Boyaq işlətməyiblər. Elə şeylərdən. Yox, mən boyaqçılıq nə edirəm?